Yeni doğulmuş uşaqlarda sarılığın səbəbi nə ola bilər? Körpələrdə qusma nə zaman patoloji hal sayılır? Qızdırma zamanı nə etmək lazımdır? Bu sualları Ege Hospitalın pediatr neonatoloqu uzman doktor Lalə Nəzərova cavablandıracaq. Həm sarılıq var, həm də sarılıq peyvəndi eləyirsiniz. Nə qədər doğrudur? Bunlar da xalq arasında yayılan yanlış bilgilərdir. Yəni fizioloji sarılıq sərhəddində tüm peyvəndlər olar. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Mən doktor Dilbər Rahim. Səhhətimizin mümkün buraxılışında hər birinizi xoş gördük. Verilişimizə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğunda baxırsınız. Əziz valideynlərimiz, çayınızı, kofenizi hazır edin. Bugün pediatr var qonağımız olaraq. İstərim qonağımızı sizə təqdim edeyim. Bizim bugünkü qonağımız Ege Hospitalın həkim pediatrı Lalə Nəzərovadır. Necəsiz doktor? Yaxşıyam, sağ olun. Siz necəsiz? Yaxşı. Əhvalınız da yaxşıdırsa, Yaxşıdır. başlaya bilərik. Biz bugün pediatriyada valideynlərimizin narahat edən bir-iki suala cavab axtaracağıq. İstərim ilk sualımdan başlayayım. Yeni doğulmuşlardan danışırıq, yeni doğulmuşlarda sarılıqdan danışırıq ümumiyyətlə. İstərdim bu barədə biraz məlumat verək ki, yeni doğulmuşlarda sarılıq fiziolojik mi dəyərləndirilir, patolojik mi dəyərləndirilir? Bir daha salamlar. Əslində bu verilişlərin sosial mənada çox böyük bir katkısı var. Biz nə qədər bunu reklam qoxutmayan, yəni reklam qoxmayan deyəcəm verilişləri nə qədər sosial mediada, istər televizyonda yayımlasa, o qədər daha çox azdır mənə görə. Sarılıqlara keçərək, keçən də belə sizin verilişlərimizin birinin, yəni daha doğrusu sosial mediaya yüklədiyimiz proqramın birinin altına belə bir şeylə rastlaşdım yorumdan. Xəstənin biri mənə yazıb ki, siz də bir köpüklük həkim deyilsiniz, tam da belə yazım deyirəm. Bunu yayınlamamızı da istəyirəm əslində. Deyəndə ki, arxasını gətirib. Deyirəm, görəsən niyə? Arxasını yazıb ki, mənim 6 milliqram desilitrə sarılıqla, 6 EG'də bizə yoxlatdırdıq gələndə sizin yanınızda, 6 sarılıqla mənə heç bir şey eləmədi. Amma getdik biz poliklinikaya da bir başqa həkimin yanına. O mənə bir helin dərmanların yazdı, bilməm nə yazdı. Mən dedim, bu sarılıq beyinə keçə bilər deyərək məni qorxutdu. Yəni bu arada sizin həkimliyinizi Ege Hospitalda səslənirəm, sorğulamaq lazımdır. Mən də ürəyimdə dedim ki, Ege Hospital məni o sorğulayıb zaten işə götürüb. Bunu eləmədiyim üçün sorğulayıb götürüb işə. Demək istəyirəm ki, 6 milliqram desilitrə sarılıq əziz ana, əziz gözəl ana, heç bir gözəl analar, heç bir uşaq üçün bir zərəri yoxdur. Çünki uşaqlarda bəzi fermentlər yeni doğmuşlar, hətta o sarılığın bir xeyri də var. Bəzi yeni doğmuşlarda fermentlər yetəri qədər gəlişmədiyi üçün, əgər başqa risk faktoru yoxdursa, varsayalım ki, qrup uyğunsuzluğu yoxdursa, ana ilə uşaq arasında və yaxud da farklı səbəblər, hemolitik bir problem yoxdursa, 13 yarıma qədər kilo kaybı da yoxdursa, 13 yarıma qədər sarılıqları biz normal qəbul edirik, yəni bu tip sarılıqları. Yəni uşağın qaraciyər enzimlərini yönətmə sürətində vücudla dirənci kimi edirik və bu qeyri-düz bilirubin hakimiyyəti isə bunun qan-beyin bariyerinə keçmə bir şansı yoxdur. Biz qeyri-düz bilirubindən bəs niyə qorxuruq? Düz bilirub sarılıqdan deyil, qeyri-düz sarılıqdan. Düz sarılıq vücud tərəfindən zaten bağlanılıq müəyyən fermentlərə və vücuda zərərsiz və beyin bariyerini keçməyən sarılıqlar. Amma qeyri-düz sarılıqlar isə bariyeri keçə bilərək müəyyən həddən sonra vücud artıq müqayisədə, yəni həmin qaraciyər enzimlərinə müqayisədə öz təpkisini qoruya bilmir və həmin qeyri-düz bilirubin bazı nədənlərlə də beyin bariyerinə keçib uşaqda eşitmə sinirini fəlc edib uşaqlarda DCP deyilən, yəni uşaq serebral iflicinə yol gətirə bilər. Amma minimal sayda sarılığın uşağa faydası da var deyirik, xeyri var deyirik, zərəri yox deyirik yəni. Yəni sarılıqlar qısaca desək, iki yerə bölərsək, patoloji sarılıqlar və fizioloji sarılıqlar ola bilir. Fizioloji sarılıqlar həyatın 8-ci 10-cu gününə qədər vücud tərəfindən oluşturduğu, yəni fermentlərə qarşı vücudun oluşa biləcəyi sarılıqlar və vücuda heç bir zərəri olmayan sarılıqlardır və gedərək vücud artıq o fermenti oluşturduqdan sonra o sarılıq yavaş-yavaş vücuddan çəkilib gedir. Kilo aldıqca vücudun çəkilib gedir. Amma patoloji dediyimiz sarılıqların mövzusu tamamilə başqadır. Veriliş mövzusu da başqadır. O yüzden sarılıqlardan müəyyən həddə qədər qorxmaq lazım deyil. Patoloji sarılıqlardan təbii ki qorxmaq lazımdır. Çünki hemolitik prosesə insanı sürütlüyə bilər.
bilər və sürükləyə bilər, amma fizioloji sarılıqlardan vücud tərəfindən heç bir ziyanı yox, vücuda heç bir ziyanı yoxdur və vücud tərəfindən hətta faydası da var. Vücuda bir faydası da olan sarılıqlardır. Təşəkkürlər doktor. Buradan da yəni ki, valideyn anladım. Onu məni tanıyanlar tanıyır. Mütləq onu deməliyəm bir şəkildə gəlir izləyirsən. İkinci sualıma keçmək istəyirəm doktor ki, nəcis çıxışı, yeni doğmuşlarda nəcis çıxışı nə vaxt belə deyək norma sayılır, neçə dəfəsi norma sayılır və valideynlər üçün bunun patoloji göstərgəsi nə ola bilər? Valideynlər üçün patoloji göstərir. Burada da doğru bilinən yanlışlar çoxdur. Məsələn, çox həkimlər var ki, postsovet deyəcəm, indisələr də deyəcəm bunu. Çünki bizim o zaman mən Tibb Universitetində oxuyarkən 2001-2007-lərdə mənə aşılanan nə idi? Ay, kaka çıxışı çox yüksəksə, qayta çıxışı deyəcəm tibbi dildə çoxsa, o zaman orada nəcisin əkilməsini araşdırmaq lazımdır. Nəcisi əkilirlər. Mən də həmişə valideynlər indi gələndə bu bilgimlə, xaricdə bilgimlə deməyəcəm. Xaricdə zaten bilən bilir ki, təhsil almışam. Amma özümü gəlişdirməmlə deyəcəm. Mən deyirəm ki, kaka qaytanın tərkibi zaten vücud tərəfindən sindirilməyən zərərli mikrobiota, zərərli və zərərsiz mikrobiota ilə doludur. Yəni zərərli mikrobiotanın vücuda xeyri var, faydasız olmayan mikrobiotanın ziyanı da yoxdur. Çünki kaka nəcis kütləsi şəklində qapalı bir ortamdadır. Yəni orada oturub mikrob axtarmaq zaten nəcis özü mikrobik bir ortamdır. Mikrob axtarmaq bir savadsızlığın, cahilliyin göstəricəsidir. Tutaq ki, valideyn gəlir deyir ki, əlində kağızdan doktor. Biz 10 dəfə kakaş eləyirdik. Kakaş da su kimi idi. Zaten ki, bu arada sual işarəti çıxır ki, zaten uşaq süd əmər uşaqdır. Süd yeyir, süd kimi də çıxır da məsəl üçün. Yəni o qatılaşmış kütlədən söhbət gedə bilməz. İkinci cəhət yanlış nə ki, orada stafilokok E. coli çıxdı. Ya bu E. coli zaten kakada olması gereken bir mikrobdur. Yəni onu durub üzərinə antibiogram eləyib, üzərinə antibiograma görə antibiotik başlamaq ən böyük yanlışdır. Əsl onda faydalı mikrobiotanı bozub vücudu tamamən İshale dolu, laktoz intoleransı, başqa xəstəliklərə doğru yönəltmək deməkdir. O yüzden buradan sosial illəti olaraq elə pediatrlarda bilməyən, bilinçli olan pediatrlarımız da çoxdur, hamıya bir illətol şəkildə vermək istəmirəm. Bilinçsiz pediatrlara mövzum odur ki, məsləhətim odur ki, kaka analizini əgər qanlı olmadıqdan sonra, aşırı bəlğəmli olmadıqdan sonra, farklı bir şəkil almadıqdan sonra, yəni çox bəlğəmli olmadıqdan sonra əkilməsinin gərəksinimi heç bir şəkildə yoxdur. Kaka sayısı 5-dən 10-a qədər ola bilər. Hətta ana südü alan uşaqlarda heç kaka 5-6 gün yapmasa da ola bilər. Yeni doğulmuşlarda nəcisdən danışdıq doktor. İndi istəyərdim qusmadan danışaq. Bu iki faktor da həqiqətən valideynləri təşvişə salanlardan biridir. Nə vaxt patoloji sayılır yeni doğanın qusması? Yeni doğanın qusması da çox önəmlidir. Əslində yeni doğanın qusmasının %80-i deyəcəm ki, ümumiyyətlə 0-6 ay qrupunun %80 qusmasının səbəbi overfeedingdir. Valideynə bir şəkildə aşılayırsan ki, ana südü var. Yetərlidir, südün kifayətdir. Hər iki məmədən verəcəksən, çiftə brizinqə gərək yoxdur. Yəni, nə deməkdir? Sən siməsə ehtiyac duymamalısın, formula qidalara ehtiyac duymamalısın. Gəlirlər, kitab kimi südüm yoxdur, qaydanan belə dedi, anam belə dedi, 50 dənə məsləhət alırlar, glukozanı oradan basırlar, buradan simesi basırlar. Bir şəkildə uşağa yedizdirirlər. Yedizdirəndən sonra da uşaq zaten bu 3 dənə sıxılma nöqtəsi var ki, bu budlaqdan mədəyə qədər o sıxılma nöqtəsi tam büküşməyib, qığırdaq halindədir. O zaten müsaitdir, bir mayeli qida alır, uşaq yatır zaten, yəni ayaq üstə durub onu ifraz üçün uğraşmır. Düz halda bir su içəndə tez aşağı bağırsaqlara doğru gedə bilir. Amma uşaq sıvı şəklində qidalandığı üçün, yatdığı üçün, qəşəng bunlar da büküşlər tam gəlişmədiyi üçün nə olur o zaman? Uşaq qusur, hələ bir üzərinə norması 30-dursa 90 yedirməyə çalışanda uşağa tabii ki qusacaq. Biraz da pışpışlayanda bir şeylər falan uyğun pışpışlamayanda o da doğru. Başlayır qusmağa və qusma da genelde gündə 1-2 dəfə tamamen fontan şəklində ola bilər və yaxud da ağızdan axıdır şəklində ola bilər. Genelde ağızdan axıdır da qusma lehində dəyərləndirirlər. Və bizdə də gəlir uşaq necə? Mən evə göndərmişəm 3 kilo ilə, örneğin 3 kilonu, uşaq gəlib 15-ci gündə 3 kilo 600-lə, məsəl üçün deyirəm. Uşağın 15-ci gündə 3 kilo 300 olmadan 3 kilo 600-dür məsəl üçün kilosu. Mən də o uşağa
deyirəm ki, overfeedingdir, yəni o daha fazla bəzlənməyə bağlı qusmadır. Patoloji qusmaların səbəbi əslində həqiqi qusmalardır bunlar. İçərisində reflü yata bilər, pleurostenoz, yəni pleurospazm yata bilər, sidik yollarının infeksiyonu yata bilər, kəllə beyin travmalarına bağlı qusmalar ola bilər. Onlar tamamilə başqa mövzudur və araşdırılması gərəkir. Amma uşaqların %70'inin səbəbi overfeedingdir, çox fazla bəzlənmədir yəni. Digərlərinin onsuz da səbəb-nəticə olaraq araşdırılması lazım. Əgər uşaq zaten miskin görsənir, dehidratasyon, susuz qalmış kimi görsənir, başqa nevroloji bulğuları ola bilər, yəni kilo kaybı çox fazla olar, onun zaten səbəbini araşdırırıq, orada bir yol tapırıq yəni. Aydındır doktor. İstərdim biraz peyvəndlərdən danışaq, yaralı yerimiz, həm xalq olaraq, həm də həkimlər olaraq yaralı yerimiz. Sarılıqlı uşaqlara peyvənd olarmı doktor? Sarılıqlı uşaqlara bir məna olur. Elə bir tibbi protokol yoxdur. Patoloji sarılıqdan yenə baş verir. Bizim toplumumuz zaten %70'i, %80'i, yəni bizə gələn sarılıq zənn edib sarılığı olmayan uşaqlardır və yaxud da bizim müalicəyə tabe olmayan, sarılığın müalicəsində ana südü ilə ya da formula qida dediyində həmin ailələr deyirlər ki, yox, bəs dərmanımız yoxdur. Dərmanı olmayan sarılıqlardan deyirəm, fizioloji sarılıqlardan deyirəm. Onlarda bir məna olaraq özəlliklə yeni doğanda edilən hansı peyvəndlərdə polimiyelit, verəm peyvəndi və hepatit B peyvəndi. Hətta bəziləri gəlir ki, biz doğuş zamanı hepatit B peyvəndi edirik doğular doğulmaz uşağa. Onun ikinci, üçüncü bir həftəsində BCG edirik. Doktor, siz düzgün eləmədiniz, BCG peyvəndində elədiniz. BCG peyvəndi ola-ola uşağa bu yəni sarılıq ola-ola BCG peyvəndi eləməyin ziyanı varmış, amma siz bizim 12 bilirubinə peyvənd elədiniz və bizim uşaqda filankəsin uşağında DCP gəlişib sarılıqdan dolu. Xeyr, DCP-nin uşaq serebral iflicinin gəlişməsi zaten sarılıq 20-25'e çıxanda ehtimalı var. Onda əgər onun durumu həkim pediatr kontrol altına aldınmı, almadıysa keçmiş olar. Amma 12-13 bilrubindən bərən peyvəndini, hepatit B peyvəndini ki, hepatit B peyvəndində bunlar sarılıq peyvəndi olaraq alırlar. Həm sarılığı var, həm sarılıq peyvəndi edirsiniz. Nə qədər doğrudur? Bunlar da xalq arasında yayılan yanlış bilgilərdir. Yəni fizioloji sarılıq sərhəddində tüm peyvəndlər olar. Yerdə qalan peyvəndlər 2-ci aydan etibarən başlayır. Zaten tüşlər demiş, sarılıq zaten mazidə qalır, keçmişdə qalır. Elə şeylər. Elə. Biraz da belə qırmızı hərflərlə qızdırma deyək. Qızdırma nə zaman belə deyək, qorxuludur və səbəbləri əsasən nə olur yeni doğulmuşlarda? Yeni doğulmuşlarda qızdırmanı da səhv başa düşürlər. Gedirlər evə, uşağı bükürlər belə kələm kimi 5, 10, 15 dənə. Hansı ki biz deyirik ki, otaq temperaturu 24-25 dərəcə olsun. Özü nə geyinirsə qabaca bir qat fazla uşağa geyinir. Gedirlər uşağı kələm kimi bükürlər. Eləyirlər 39 dərəcə qızdırma. Biz deyəndə zəng eləyəndə siz bunu heç qızdırmasını ölçmədən evə göndərmişsiniz kimi hələ tabirlərdə də kullanırlar. Biz də deyirik ki, açın uşağı bir 10 dəqiqə otaq temperaturunu saxlayın, qızdırmasını ölçün. Zaten qızdırma düşə bilər. Qaldı ki, yeni doğmuşun adaptasiya dövründə o 7,5-a qədər qızdırma normal sayılır. O 7,5-dan sonra qızdırma araşdırılması və istiqrarlı qızdırma araşdırılması gərəkən qızdırmadır və bizim yanlış elədiyimizdə, yəni çox mərkəzlərdə də ola bilər bunlar. Düzdür, azalıb, tibb çox inkişaf edib əslində bunlarda deyim Azərbaycanda 5 il öncə ilə qiyaslamada, 10 il öncə ilə qiyaslamada addım-addım müasir tibbə doğru yaxınlaşırıq. Ən azından həkimlər bir əkilmənin olduğunu bilirlər. Qan əkilməsi, əgər qızdırma varsa 38-in üzərində istiqrarlı qızdırma varsa əkilmənin olduğunu bilirlər. Qabaca deyim ki, yeni doğmuşlarda qızdırmanın səbəbləri nə ola bilər? Qızdırma anadan keçən infeksiyonlara ikinci gəlişə bilər. Qızdırma ən önəmli faktor deyil. Genəldə %70 zaten qızdırmanın səbəbi susuz qalmağa bağlı ola bilər. Gedirlər, yedizdirmirlər uşaqlar. 4 saat yatırsa uşaq 4 saat da yox yatsın, beyni inkişaf eləyər, bilməm nə eləyər deyirlər. Bu da biraz böyüklərimizi çox sevirik, böyüklərimizin diktəsi ilə olur. Yatsınlar deyirlər və uşaqlar nə eləyir? Yatır qalır, kilo kaybı eləyir və dehidratasyon susuzluq qızdırması ilə bizə dönürlər. Və yerdə qalan patoloji, ondan, bu da bir patoloji nədəndir əslində. Çünki onda da alarma keçirir. Susuzluğun nədir? Bəzi elektrolitləri yüksəldir və beyin qansızmalarını artıra bilər. Normadan kənara çıxardılar yəni. Bəli, normadan kənara çıxardılar. Yatsın, yatar, yox. Yeni doğmuş, mən həmişə özünü təmizdən çıxan Ege Hospitalda doğum var da bilirsiniz. Çıxan bəbələr deyirəm, baxın deyirəm. Uşağı saat başı ana süddən yedizdirin. Yerdə qalan südünüz yetərli deyilsə, öz güvənimiz yoxsa, bu kəlmə mənim aforizmimdir. 2-3 saat arada simestə verin. Simestə bir şey olmaz deyirəm. Ən önəmli şey o, sarılığı verməsəz nə olar? Sarılığı gücləndirəcək. Verməsəz nə olacaq? Uşaq susuz qalacaq. Başqa əlamətlər özü ilə gələcək. Ən azından əgər öz güvənimiz yoxdursa ki, anaların bəbəklərində zaten 3 gün sonra süd gəlir. Özüm ana olaraq bilirəm, yəni zamanında doğmuş yabanda 3 gün sonra südüm gəlir. Və ciftə brizing eləyə bilərsiniz, ciftə bəzləyə bilirsiniz.
verirsiniz deyirəm. Amma özgüvəniniz varsa ana südünü saat başı verin deyirəm. O da dehidrasiyaya səbəb ola bilər. Və analar həmişə deyirək, biz bəzən analar siddi yollar infeksiyon keçirəndə, qrip keçirəndə falan, özəllə bu Covid dövründə çox yaşadıq. Uşaqlardan CRP analizi götürürük. Bəzən bu CRP analizi çox yüksək gəlir məsəl üçün. Biz deyirik uşaqda infeksiya var. O saat ya ginekoloqu suçluyurlar. Deyirlər ki, ginekoloqlar bizə deməli. Ya ginekoloqlar zaten erkəndən antibiotiklərin verirlər. Mən həmişə deyirəm, bizim ginekoloqlar biraz belə gözü açılıq ginekoloqlardır. Azərbaycanlı qadınlarının vaginal populyasiya şeyini də bildikləri üçün əvvəldən artıq antibiotik terapiyaya başlayırlar ki, qarantili gedirlər. Eynən öyle. Mən də onu deyirəm ki, bax CRP analizini bəzən yüksək çıxanda, yox bu uşağa bir qan kültürü alıb antibiotika ehtiyacı var, lazımdır deyəndə başlayırlar deyirlər ki, yox mən filan kəsən icazəm. O uşaq gəlib bir aydan sonra qarşımıza menenjit olaraq gələndə və hələ bir də peyvəndsiz falan durumlar oluşanda o uşaq keçmiş olsun, şu beyni etkilənib falan filan deyirik. Amma bəzən deyirlər ki, CRP-dir də 25-30-dan 40-dan nə olacaq? Sən mənə versən də nə olacaq? Bilməm nə olacaq? Yox. CRP də çox önəmli faktordur. Əgər kliniki bulğuları varsa, çox önəmli faktordur. Ümumiyyətlə, yeni doğmuşlarda, əgər bu böyük bir geniş mövzudur, amma yeni doğmuşlarda qızdırmanın çox böyük əhəmiyyəti var. 37.8 və üzəri qızdırma mütləq araşdırılmalıdır deyirəm. Qızdırmanı danışdıq. İndi keçirik 2 dənə kompleks simptom, ishal və qusma yan-yanaşı gəlir və əsasən influenzada və quş qripində son dönəmin populyar xəstəliklərdir. İstərdim o haqda da valideynlərimizi məlumatlandıraq. Bəli, son dönəmlə influenza biraz yayılıb. Əslində influenzanın hər il şuşları dəyişə bilir və bizə qrip peyvəndi deyilən bir peyvənd çıxır. O da oktyabr, noyabr aylarında qrip peyvəndlərini mütləq eləməlidirlər ailələr. Biz önəririk onları. Əgər 6 ay 3 ay arası, 3 yaş arası isə ildə 2 dəfə, yəni daha doğrusu ildə bir dəfə birinci dozda, birinci ilin dozunda bir ay aralarında 2 dəfə elədilməlidir. Bu bir başqa mövzudur, amma bu son illər, məsələn, uşaqlarda bir topluma bu iləti olaraq iletmək istəyirəm ki, 3 yaşın altında uşaqlarda çox vaxt viral bir şeylər olur qızdırmanın səbəbi. Və qış ayı, sezon bunlar dəyişir. Məsələn, Şubat ayı, fevral ayı, may ayı ishal periyodudur, rotavirus, adenovirus periyodudur. İndi bu saat influenza periyodudur. Əslində bir influenzanın kitləri yetəri qədər Azərbaycanda var, amma maliyyətli olduğu üçün və insanların cibində o qədər pul olmadığı üçün biz klinikaya görə hərəkət edirik çoğu zaman. Amma biz onlara bir kitlə bir analiz istəsək ki, maliyyətli testlərdir, onu elətdirsək influenza %100 təsdiq olur. Onun da müalicəsi, baxın, antibiotik deyil, yəni antiviral ilaclar var, onları antivirus şəklində veririk və o da ilk 24 saat ərzində başlanması lazımdır. 24 saat sonra antiviral dərmanların başlanmasında bir mənası yoxdur. Ondan sonra, əgər 3 gün sonra, 4 gün sonra bu influenzaya rağmen uşaqda ikinci sekundar reaksiyonlar dediyimiz qulaq infeksiyası, ağciyər infeksiyası, viral infeksiyon, viraldən bakteriyada keçmə bir şey olarsa, əgər mövzusu olarsa, o zaman antibiotiklərə devrəyə girə bilir. Qabaca deyirik ki, əgər virus tanısı qoymuşuqsa bir pediatrla 3 gün ərzində, 4 gün ərzində, 72 saat, hətta 96 saat bunu ərzində virus antiviral müalicələr verib ya da influenza deyilsə bu qızdırmanın səbəbi və pediatr %100 əmindirsə bu virus infeksiyasıdır, antipiretiklərlə keçmişdə qalıb onu artıq çıxardırlar, çünki çox yan etkiləri var. İndi təcili yardımlarımızdan da çıxardır, artıq qorxurlar onları eləməyə. Amma 3 gündən sonra viraldən bakteriyaya keçmə olasılığına qarşı mütləq bir şəkildə pediatr və uşaq anası, yəni valideynlər hərəkətə keçməlidirlər. Təşəkkür edirəm Lalə doktor, həm sizə, həm fikirlərinizə görə. Ümid edirəm gələn verilişlərdə də bizlə birgə olarsınız. İstərdim tamaşaçılarıma bir xatırlatma eləyim ki, bizim bugünkü qonağımız Ege Hospitalın həkim pediatrı Lalə Nəzərova idi. Təşəkkürlər doktor. Sağ olun. Təşəkkürlər. Əziz tamaşaçılar, bir verilişin daha sonuna gəldik. Səhhətimiz verilişinə həm ARB TV ekranlarından baxa bilərsiniz, həm də sosial media hesablarından bizi izləyə bilərsiniz və şərhlər bölməsinə suallarınızı yönəldə bilərsiniz. Elə bayaqlar Lalə doktorun dediyi kimi. Səhhətimiz sağlam gələcəyin təminatıdır. Gələn görüşlərə dək.